Salam uşaqlar. Bugün 9 mart tarixində demin keçirmiş olduğu buraxılış imtahan suallarının izahına baxacağıq. 31-ci sual. Nəhayət hərbi xidməti başa vurduqdan sonra gimnaziyadan şəhadətnaməni aldım. Baxın, nə etdim? Aldım xəbərin. Nəyi? Şəhadətnaməni. Nə zaman hərbi xidməti başa vurduqdan sonra? Zaman zərfliyi. Haradan? Gimnaziyadan. Nə oldu? 2 dənə zərfliyimiz tamamlıq xəbər. Hanı? 2 dənə zərfliyimiz tamamlıq xəbərimiz bizim cavabımız oldu. Y variantı. Baxaq. Hansı cümlədə fe'l sifət tərkibi işlənib? Ev sahibləri gələn qonaqları mehribanla qarşıladılar. Nə etdilər, qarşıladılar? Kim? Ev sahibləri. Kimi qonaqları? Hansı qonaqları? Gələn. Burada fe'l sifət tərkibi yox, fe'l sifətin özü işlənib. A variantı getdi. Sonra ahəstə üzən qartal aniden şikarına tərəf şığıdı. Nə etdi, şığıdı? Nə? Qartal. Hansı qartal? Ahəstə süzən. Görürsünüz, burada ahəstə süzən ifadəsi artıq tərkib yaratdığı üçün biz bunu tərkib kimi götürə bilərik. Ahəstə şığıdı, nə? Qartal, hansı qartal? Ahəstə süzən. Burada anən var. Əvvəlki iki sözü özünə tabi edib B variantı bizim doğru cavabımızdır. Digərlərində də tərkib yoxdur. Nümunə ilə bağlı yanlış fikri müəyyən edin. Əvəzliyin bir mənövünə istifadə edilmişdir. Burada sən var. Bu doğru fikirdir. Yönlük halda işləmiş söz mənsubiyyət keçidi balana. Bala, sənin balanlı mənsubiyyətdir. Ada yönlük hal şəklisi doğrudur B variantı. Bizdən yanlış fikirlər istəyir. İkinci misrada işləmiş isimlər təsirli haldadır. Dolaşdım haranı, aranı, dolaşdım haranı, dağı. Bəli, təsirli halda olmasa doğrudur. Təsviflənən feillərin hamısı xəbər şəklindədir. Burada gərək öyrədəydim var da. Gərək nədir? Arzu edatı. Öyrətmək, öyrədə arzu şəklindədir bu artıq. Deməli, bu yanlışdır. Bizdən yanlış istəyirdi. D variantı bizim cavabımızdır. Yalnız qrammatik mənası olan bir söz işlənmişdir. Yəni, köməkçi intisisi bir dənə işlənib demək istəyir. O da gərək sözdür. Bu da tamamilə doğru fikirdir. 34. Tərz hərəkət zərfinin təsviflənməyən feylə aid olduğu nümunəni müəyyən edin. Tamamilə tərz hərəkət yox, miqdar zərfidir. İkincisi də, tutaq ki, tərz hərəkət kimi düşünsən belə xəbərsiz nədir? Təsviflənməyən feyl deyil ki. Yəni sifətdir də. Deməli, biri yanlışdır. Biri rahatlığına cümləmizdən çıxardırıq. Belə danışmanın heç bir əsası yoxdur. Belə sözü heç vaxt zərf ola bilməz. Belə bir şey yoxdur. Yəni, çıxardaraq cavabı rahat şəkildə tapırsınız. Onlar ev yeyəsi ilə gülə-gülə salamlaşıb içəri keçdilər. Bax, burada gülərək salamlaşıb içəri keçdilər. Burada gülə-gülə zərf yox, nədir? Feili bağlamadır. Ona görə burada da bir zərf görmək mümkün deyil. Üçü də rahatlıqla çıxardırıq. Şurada çiyin-çiyinə döyüşdük. Burada çiyin-çiyinə tərz hərəkət zərfidir. Döyüşdüyü feili sifətinə aiddir. Burada iftixarla tərz hərəkət zərfidir. Danışan feili sifətinə aiddir. Burada dilucu tərz hərəkət zərfidir. Təşəkkür edərək feili bağlamasına aiddir. Cavabımız olur C variantı. Bizim cavabdır. Daha sonra 35'ə baxaq. Bizdən uyğunsuzluğu istəyir. Vasitəsiz nitqli cümlə və onun sxemi. Qarı biraz düşünüb, qarı müəllifin sözü. Buradan qoşu nöqtə, dırnaq açdın. Yaxşı, vergül. Qərar sənindir. Vasitəsiz nitq, vergül tiri M. Doğru qoyubmu? Doğru qoyub. Tamamilə doğrudur. Bəli dedi. Bəli, vasitəsiz nitq. Sonra dedi, vergül tiri. Yenə vergül tiri. M-dir bu. M-dən əvvəl vergül tiri. Bir dəfə yerli bələdçilə qoruğa getmişdi. Bu da vasitəsiz nitq. Sən amma birinci M ilə başladı. Deməli, B yanlış, uyğunsuzluqdur. Digərləri də doğrudur. Uşaq canlı səs deyir, tamamlaya bilməz. Uşaq canlı olur, uşaq canlı bu şəkildə. Uşaq canlı bu şəkildə tələffüz olunur. Açıq aşkar, açığı ilə aşkar. Bu şəkildə bunların tələffüzüdür. Baxaq indi, bizə tamamlaya bilir. 3 İngilizcə samit işlənmişdir. Baxaq elə. Burada C işləm, N işləm, N işləm. Burada 3 dənə var. Burada da G var, C var, R var. Burada da 3 dənə var. Bu tamamlaya bilən fikirdir. Birləri rahatlığına çıx geçsin. Biri çıxdı. 2. G samitinin kar qarşılığı nədir? X. Axı ikincidə X yoxdur. Deməli, bu da G samitinin kar qarşılığı işləyib. G, X-dır. Bəli, burada da G samitinin kar qarşılığı G, X. Birincidə işləyib, amma ikincidə işləmir. Deməli, bu tamamlaya bilməz. 2-ni götürürsən. Daha sonra açıq saytların, qapalı saytların sayından çoxdur. Burada uşaq canlıda 2 dənə qapalı var, 2 dənə açıq var. Bu da yanlışdır, çünki bərabərdir. 3-ü götürün. Deyiliş yazışı arasında 2 fərqli məqam var. Uşaq canlı 2 dənədir, açıq, aşkar burada da 2 dənədir. Bu ortaq fikirdir, bunu götürmürsən. Tamamlaya bilən fikirdir. Yanaş gələn kar zingil samitləri var. Bəli, var. Burada x ilə yanaş gəlib. Burada ş ilə yanaş gəlib. Bu da doğru fikirdir, götürmürsən. Kar qarşılığı olan bir samit işlənib.
Xeyr, ən azı ikincisində çay qarşılanan 2 dənə samiti görə bilirsən. Deməli, bu da yanlışdır. 2, 3, 6, 36 cavabımız A variantıdır. Nümunələrə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Gəncliyim, şərəfim, müqəddiratım bir ürək ceyranın əlinə düşdü. Burada mübtəlalar həmcinsdir. Qayıt yerinə qoy, ayı, günəşi, tamamlıqlar həmcinsdir. Qayıt gözüm nuru, könlüm atəşi. Qayıt, burada xəbər, qayıt sahmana sal bu kainatı. Deməli, burada həmcinslik yoxdur. Nitq hissəsilə ifadə olunan həmcins sözlər işlənmişdir. Bu yalnız ikinciyə aiddir. Bir nə, yalnız ikisinə aiddir. Bir nə iki aiddir. Bir doğru fikirdir. Baş sözlərindən birinin həmcinsliyi var. Məsəl üçün, birdə mübtəlanın həmcinsliyi var. Və burada da qayıt yerinə qoy, xəbərin həmcinsliyi var. Bu da ikisinə aid fikirdir, doğrudur. Həmcins üzvlər uzlaşma əlaqəsində əsas tərəfdir. Həmcins üzvü düşdü, birinciyə aiddir, yerinə qoy. Burada uzlaşma əlaqəsi, məsələn, ikincidə yoxdur, üçüncüdə yoxdur, ancaq bu yanlış fikirdir. İki fərqli cümlə üzvü həmcinsdir. Yalnız birinə aiddir. İki fərqli cümlə üzvü həmcinsdir. Bəli, mübtədalar həmcinsdir, bir də xəbərlər həmcinsdir. Tamamlıqları həmcinsdir axı. Bu ikinciyə aiddir. Çünki burada həm xəbərlər həmcinsdir, həm də tamamlıq həmcinsdir. Qoy nəyi, ayı, günəşi. Ona görə bu da yalnız birinə aid, yəni ikinci cümləyə aid götürürsən. Həmcins mübtəlaların ifadə vasitəsi söz birləşməsidir. Burada gəncliyim, şərəfim söz birləşməsi yox, sözdür, yanlışdır. İkincidə də mübtədalar həmcins deyil. Həmcins tamamlıqlar işləmişdir. Bəli, bu da ikinci cümləyə aiddir. 1, 2, 4, 6 cavabımız olacaq B variantı. Biri mürəkkəb addır. Bunlar hər birisi mürəkkəb sözdür. Amma mürəkkəb ad burada Novruz bayramıdır. Çox rahat bir sualdır. C variantı. 2 dənə leksik sxeminə uyğundur. Baxın. Peşə, peşəkarcasına bütöv. 2 dənə leksik var. Küsdən, küskün, küskündür. Bu artıq qrammatikdir. A variantını çıxdın. Dahi, dahiyanə. Burada bir leksik var. Səndən 2 leksik istəyir. B-də belə çıxdın. Gen, genəlmək, genəltmək, qrammatik düşünə bilərsən. Ona görə bu da yanlışdır. Tanı, tanış, tanışlıq. 2 dənə leksik var. İş, işləmək, işlətmək, işlətdikcə da bir yerdə gedəcək. Burada qrammatik var. Yəni çıxırsan. Oxşamaqdan, oxşar, oxşarlıq. Bərkdən, bərkimək, bərkitmək. Bunların hər birində 2 dənə leksik şəkilçi var deyə Y variantı bizim cavabımızdır. Gəldik 40-cı suala. Ölkəmizin beynəlxalq arenada qazandığı uğurlar idmana qarşı xüsusi diqqət göstərən dəlalət edir. Quruşca mürəkkəb xəbər şəklində olan feil xəbərin ifadə vasitəsidir. Quruşca mürəkkəb dəlalət edir deyir. Xəbər şəklindədir, bəli. Feil xəbərin ifadə vasitəsi təbii ki, düzdür elə. O variantı bizim cavabımızdır. Feillər qayıdış məlumdur. Burada qayıdışını mən görmürəm. Şəxslər kimi dəyişməyən feillər eyni cümlə üzvü vəzifəsindədir. Məsəl üçün, uğurlar hansı uğurlar? Qazandığı uğurlar. Nəyə bir də göstərilən? Bu təyindir, bu tamamlıqdır. Yəni, 2 dənə feili sifət var. Biri təyindir, biri tamamlıqdır. Yəni, yanlış fikirdir. Feilin bütün təsdiqlənmə formaları nümunə işləmişdir. Məsələn, məsələri sən orada görmürsən, maqmet görmürsən, yanlışdır. Feillərdən hər biri söz birləşməsinin əsas tərəfini təşkil edir, yanlışdır. Məsəl üçün, dəlalət edir, təşkil etmir. Ona görə cavabımız 40-da A variantıdır.